Mart ayında biz yığışmışıq, bizim Köçbəkdə təzə məktəb tikilmişdi. Yığışmışıq o məktəbə ki, güya kəndə qaravul çəkilib. Bütün kəndin cavanları bir 50-60 nəfər, bax belə yığışmışıq. Gecə saat 4-dür. Günüzdən də televiziyada, bu Yerevan televiziyasında onların vaziyyenləri çıxdı, saqqallı vaziyyen var. Onların o vaxtı vaziyyəni vardı. Vaziyyen çıxdı, danışdı erməni dilində ki, mənim hay erməni joğabortum, mənim erməni cəmaatım və belə-belə Qarabağda belə dava olubdu, yığışın, kömalaşın, belə. Və bu vaziyyen danışır. Nəysə, axşam gecə saat 4-dür bizim məktəbdə qaravul çəkirik kəndə. Baxdıq ki, bu qısır deyilən fermamız var. Qısırdan ki, kəndə maşın yol gəlir. Gördük bir dənə iblis gəlir, maşın gəlir. Hiç bilmirik. Maşın gəldi, çatdı, hamımız töküldük yola. Kəndin yoluna, o məktəbin yanında girəcəkdə. Bu gəldi ki, bu bilisdir, zadın maşınıdır. O az bilis Baxışyanın maşınıdır. Baxışyan da rayonda polis rəisi də o vaxt milvet deyirlər. Milisin rəisi, milis rəisi də bu. Polis rəisi. Pravlenanın rəisidir. Bəli. Düşdü, gəldi, baxdı, ay dığa, heç ekkinel erməni dilində deyir. Niyə yatmırsınız? Bizim bu rəhmətli Nəsirlə, Allah rəhmət eləsin, genə yox, niyə almışsınız? Bu yani danışmağın problem diyor ki. Buyurun. Bu tam tersinde deyin, tercüme edin. Yani tercümesini de deyirəm. Bəli. Bu Nəsir rəhmətli bizim xanəndəmiz vardı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nəsir də buradan dedi ki, vazgeçin qoyur ki, yataq. Vazgeçin günüz axı bizi kökümüzə o salıb da ki, erməniləri çağırır ki, davaya qalxın falan. Biz də burada erməninin içində yaşayırıq. Nə olsun kənddir. Biz də deyirik ki, nə maşını gəldik ki, kəndə hücum eləyirlər, ona görə çıxmışıq. Bu qayıtdı ki, yox, qorxmayın, belə elə, bizə biraz rəytirək verdi, nəysə, qayıtdı, çıxdı, getdi. Bu polisin rəisi də Baxışyan getdi. Ondan sonra yavaş-yavaş gəlir may ayı. Biz may ayında çıxdıq kənddən, may ayının 15-də bizim Köçbəkdən kəndin köçüydü.